Salam müəllimlər, abituriyentlər və tələbələr. Bugün sizə yenə də bir məsələnin sadə yolu həllini izah eləmək istəyirəm. Yazıb kalsium xlorid özü reaksiyasının qrafikinə əsasən alfanı hesablayın. Reaksiyanın qrafiki ilk öncə izah eləmək istəyirəm. Burada yazır ki, kalsium A moldan, yəni bizə məlum olmayan bir moldan gəlib 3 mola qədər gedib, sərf olunub və nəticədə 2 mol qədər hidrogen ayrılıbdır. Yadınızda saxlayın ki, hər bir metal özünün valentliyinin yarısı qədər hidrogen çıxardır. Buna əsasən deyə bilərik ki, kalsium özünün yarısı qədər, yəni 2 valentlikdirsə, onun yarısı qədər, yəni 1 mol hidrogen çıxaracaq. Buna əsasən, buradakı elə qrafikdə A-3, yəni deməli A mol müəyyən qədər reaksiya girib, reaksiya girmək üçün deməli A moldan başlanğıcda götürülüb kalsium və onun 3 mola qədər sərf olunub. Yəni A-3 buradan nə qədər mol hidrogen ayrılıb, yazılıb 2 mol hidrogen ayrılıb, yazırıq bura 2 mol. Belə normalda isə 1 molun 1 mol reaksiya girir. Nəticə etibarilə A alınır 5 mol. Necə?